Hər kəsi salamlayıram. Bu gün təhsil mövzusu haqqında söhbət edəcəyik. Xüsusi olaraq təhsil siyasəti və etnik azlıqların təhsil siyasətinin formalaşdırılması haqqında və işlənilməsi haqqında ümumiyyətlə etnik azlıqların təhsil siyasəti deyilən bir şey varmı, yoxsa ümumiyyətlə bu illərdə bizə inandırılmış mifdirmi? Bu gün Ruslanla söhbət eləyəcəyik bu mövzu haqqında. Elə ilk sualım da ondan ibarətdir ki, Ruslan, etnik azlıqların təhsil siyasəti deyilən bir şey varmı, yoxsa bu cəmiyyətə inandırılmış bir mifdirmi ümumiyyətlə? Mən də salamlayıram səni, elə də izləyicilərinizi. Olduqca əhəmiyyətli mövzudur, toxunduğu mövzu, yəni təhsil siyasəti və hal-hazırda etnik azlıqların təhsil siyasəti belə bir təhsil siyasəti mövcuddurmu, yoxsa yox və yaxud mövcuddursa necə bir təhsil siyasəti mövcuddur? Əslində, faktiki olaraq, yəni demək olar ki, belə bir təhsil siyasəti oturmuş, formalaşmış və sırf etnik azlıqların tələbatlarına, onların ehtiyaclarına fokuslanmış bir təhsil siyasəti yoxdur mənim düşüncəmcə. Lakin bir təhsil siyasəti imiş kimi göstərilməyə çalışan sırf çoxluğa da etnik gürcülərə göstərilməyə çalışılan ki, belə bir güya təhsil siyasəti var və burada da əsas toxunulan mövzu ki, biz gürcü dilini öyrədirik və əlimizdən gələni edirik etnik azlıqların gürcü dilini öyrənməsi üçün. Yəni, belə bir səthi güya təhsil siyasəti var deyərdim. Ki, bu da təbii ki, öz nəticəsi, bunun nəticəsi etnik azlıqlar üçün olduqca, yəni heç yaxşı olmur. Çünki nə ümumi təhsil baxımından da müxtəlif fənlərin məktəb bazasında, elə də ondan əvvəl uşaq bağçaları mövzusunda, yəni uşaq bağçaları məktəbə qədər təhsil pilləsində, məktəbin özündə, elə də sonraki mərhələlərdə, sonraki pillələrdə da o qədər uğurlu olmadığını və fənlərin mənimsənilməsi, eləcə də bu güya təhsil siyasətinin sırmağa çalışdığı, güya gürcü dilinin öyrənilməsinin prioritet olduğu mövzu, yəni bunu müşahidə etdikdə görürük ki, nə fənlər həqiqətən mənimsənilir şagirdlər tərəfindən, misal məktəbləri misal götürsək, nə də ki, gürcü dilinin öyrənilmə səviyyəsi, yəni öyrədilmə səviyyəsi daha doğrusu göstərildiyi kimi deyil. Yəni, təhsil siyasətində formal olaraq bir siyasət var, hansı ki, etnik azlıqlar bu siyasətin heç bir yerində deyil. Nə onların fikri nəzərə alınmır, nə onlardan informasiya tələb olunmur, nə ümumiyyətlə onların ehtiyaclarına, belə deyim, çağırışlarına dayanmır. Sadəcə formal olaraq adı etnik azlıqların siyasətidir və ümumiyyətlə bu siyasət kim tərəfindən bağlı qapılar arxasında nə formada işlənilir və həyata keçirilir, etnik azlıqların özünün heç bir məlumatı yoxdur. Səncə təhsil nazirliyində, təhsil sistemində xüsusi olaraq etnik azlıqların istiqamətində işləyən, ümumiyyətlə onların siyasətinə baxan və ya onların ehtiyaclarına cavab verən, yəni təhsil nazirliyinə getdiyimiz zaman kimə müraciət etməli olduğumuzu biləcəyimiz bir şura, bir şöbə olmalıdırmı fərqli olaraq? Təbii ki, yəni sırf etnik azlıqlarla əlaqədar belə bir şuranın və yaxud şöbənin olması əhəmiyyətlidir, hətta vacibdir deyərdim. Lakin hal-hazırda yəni oxşar bir şura təsvik mövcud deyil və müxtəlif yəni imtahan mərkəzində və yaxud başqa yəni şöbələrində Təhsil Nazirliyinin düzdür etnik azlıqlarla güya maraqlanan və onların tələblərini, maraqlarını nəzərə alan güya şöbələr var. Lakin bunun yəni nəyə əsasən, misal bu yaxınlarda belə bir mövzu qaldırılmışdı ki, 1+4 proqramı ləğv edilməlidir və həmin dövrdə Təhsil Komitəsinin sədri olan şəxs demişdi ki, misal 90%, bizim araşdırmalarımıza görə 90%-dən artıq gənc, etnik azlıqları təmsil edən gənc gürcü dilini yaxşı bilir artıq və bu deməkdir ki, bu proqram artıq vacib deyil. Lakin biz heç bir mənbəyə, yəni hansı araşdırmaya əsaslandığını bunun bilmədik. Sadəcə sözlü olaraq belə bir bəyanat
yayıldı həmin şəxs tərəfindən. Lakin bunun hansı araşdırmaya əsaslandığını, ümumiyyətlə belə bir araşdırmanın keçirilib-keçirilmədiyini, nə vaxt, harda keçirildiyi barədə heç bir məlumata sahib deyilik təbii ki. Bu kimi hallarda da yəni bu kimi problemlər araşdırılmadıqda dövlət qurumları tərəfindən sırf bunu araşdırmalı olan və sonrasında bu mövcud problemlərin həlli üçün konkret bir fəaliyyət planı hazırlamalı olan yəni dövlət qurumları tərəfindən, Təhsil Nazirliyinin şöbələri tərəfindən belə bir araşdırılmanın keçirilib-keçirilmədiyi barədə heç bir məlumata sahib deyilik. Eləcə də ki, digər problemlərin araşdırıldığı barədə hər hansı bir məlumata sahib deyilik. Ruslan, mənim bildiyim qədərilə sən 2 dilli təhsil proqramı çərçivəsində konkret məktəblərdə dərs keçirdin və yaxından bələdsən, belə deyim, bu sistemin və bu bilinqual təhsil sistemin, hansı ki, sistem bilinqual adlandırılır, təbii ki, məzmuni olaraq nə qədər bilinqualdır sual altındadır. Nətər dəyərləndirirsən? Məsəl üçün, biz Salam platforması olaraq bizim mövqeyimiz ondan ibarətdir ki, 2 dilli təhsil sistemi olmalıdır və dövlət hər 2 dili yüksək səviyyədə öyrətməlidir. Necə ki, dövlət dilini, elə də ana dilini. Bu sistem, hansı ki, bu dəqiqə bizim sistem bilinqual adlandırır, buna qadirdirmi? Yoxsa bu sistem öz-özlüyündə ana dilinin, belə deyim, uzaq perspektivlərdə ümumiyyətlə təhsil sistemindən çıxarılmasına, bunun sadəcə, belə deyim, psevdo-hipoteza olaraq formalaşmasına ki, güya ana dilini öyrənməyə və ya bu təhsilin ana dilində əl çatanlığına mühit və təminat yaradılır, amma məzmuni olaraq yəni bu əl çatanlıq real deyil. Elədir. Deməli, bilinqual təhsilin bir neçə növləri var və hal-hazırda yayğın olan da bizim etnik azlıqların Azərbaycan dilli məktəblərdə tədris olunan forması sırf gürcü dilinin dəstəkləndiyi forma. Yəni bu o mənaya gəlir ki, gürcü dil həftədə maksimum saatlarda, yəni həftənin 5 günü keçirilir, həftədə 5 saat keçirilir və digər fənlər ana dilində keçirilir və digər fənlərdə də dərsliklərdə dərsliyin bir hissəsi misal olur gürcücə, qısa bir hissəsi Azərbaycanca və yaxud da fərqli dildə, digər etnik azlıqların dilində. Lakin fərqli növlər də var təbii ki, bilinqual təhsilin ki, bu da normalda yəni məktəbin özünə məktəbin özü qərar verməlidir və məktəbin özünün avtonomiyası olmalıdır ki, özü konkret araşdırmalar aparsın, öz misal şöbələri araşdırmalar aparsın və bir növ qərar versin ki, yəni bu bilinqual təhsil növlərindən hansı həmin məktəb üçün, həmin məktəbin coğrafi yerləşməsi üçün uyğundur və tədris olunmalıdır. Bizim dediyim kimi məktəblərdə əksəriyyətində, yəni mən daha fərqli bilinqual təhsilin növünün tətbiq olunduğu məktəb bilmirəm, düzünü demək lazımdırsa, əsasən gürcü dili keçirilir 5 gün, həftədə 5 saat və digər fənlər keçirilir ana dilində. Burada əslində həftədə 5 saat keçirilməyi gürcü dilinin daha yaxşı öyrənilməsinin, öyrədilməsinin əsası olmalıdır. Lakin nəticələr eyni şeyi göstərmir. Təbii ki, bunun fərqli çox şaxəli səbəbləri var. Bundan əlavə, yəni ana dili az saatlarda keçirilir, çox az saatlarda keçirilir ki, bu da məncə əslində gürcü dilinin öyrənilməsində, öyrənilə bilməməsində hətta rol oynaya bilər və yaxud da öyrədilə bilməməsində. Çünki yəni ana dilini öyrənməyi bir şagirdin aşağı siniflərdən, hətta mən deyərdim uşaq bağçasında ana dilində təhsil almaq olduqca əhəmiyyətlidir. Bunu niyə əhəmiyyətlidir? Məsələn, öz ana dilini yaxşı bilməsə, bu bizi nə kimi problemlərə aparıb çıxara bilər? Ümumiyyətlə nəsə, məsəl üçün elə başlayanda dövlət dilində təhsil alsaq, bilinqual yox da, məsəl üçün sadəcə dövlət dilində təhsil alsaq və ya ana dilini məsəl üçün ümumiyyətlə öyrənməsə, bu hara aparır? Yəni nə kimi problemlər yaradır uzun vadəli prosesdə? Burada deməli məsələ budur ki, yəni əgər uşaq, şagird və yaxud da bağçaya, uşaq bağçasına gedən uşaq evdə ailə üzvlərindən fərqli dildə münasibətə, yəni ünsiyyətdə olursa, misal öz ana dilində ünsiyyətdə olursa, lakin sonra gəlib məktəbdə bu dildə ünsiyyətdə olursa, bu yəni onun üçün çox böyük bir əziyyətdir. Yəni bunu bütün təhsil insanları, yəni bütün araşdırmaçılar, elm adamları, təhsil araşdırmaçıları eyni şeyi deyir ki, yəni məktəbə qədər təhsil, elə də ki, ondan sonra minimum 9 il
uşaq, şagird öz ana dilində təhsil almalıdır ki, yəni fənləri qavraya bilsin. Əgər ona qədər fərqli dildə təhsil alsa, bu onun üçün, onun inkişafı üçün, yəni beyninin inkişafı üçün, müxtəlif fənlərdə o fənləri mənimsəməsi üçün çox ciddi problemlər yaradır ki, bunu mən demirəm təbii ki, bunu bir çox yəni qlobal səviyyədə aparılmış araşdırmalar deyil. Yəni, ki, əslində bu misal əgər öz ana dilini mənimsəyə bilməsə, yəni dilin quruluşunu, formasını öz inkişaf səviyyəsinə görə mənimsəyə bilməsə uşaq, istər-istəməz sonraki mərhələdə artıq fərqli bir dili öyrənməsi də çətinləşir. Əgər təbii ki, yəni evdə ola bilsin ailə üzvləri gürcə danışırlar və yaxud məktəbdən kənar da məhəllədə və yaxud başqa bir yerdə gürcə danışırlar, bunda ola bilər, hə. Lakin əgər kompakt bir ərazidə yaşanılırsa və o ərazi tamamilə, yəni məktəbdən xaric sən sırf öz ana dilində ünsiyyətdə olursansa da, burada təbii ki, yəni fərqli bir dildə təhsilin tədrisin aparılması heç yaxşı nəticələr gətirib çıxarmır. Bilmirsənsə, bir söz dövlət dilini də təbii olaraq öyrənə bilmirsən və bilinqval təhsil sistemi elə məhz buna görə lazımdır ki, hansı ki, həmən uşaqların, gənclərin həyatına etap-etap daxil olur. Eyni zamanda təmin edir uşağın öz ana dilini tam səviyyədə mənimsəməsini və öyrənməsini və eyni zamanda dövlət dilinin etaplı şəkildə, düzgün şəkildə öyrənilməsini və ümumi cəmdə ora aparıb çıxarır ki, artıq məktəbi bitirdiyi zaman uşaq həm dövlət dilini yüksək səviyyədə bilir, həm də ana dilini yüksək səviyyədə bilir. Yəni bizdə artıq bilinqval təhsil adlandırdıqları sistem odur ki, nə ana dilini öyrənə bilmirsən, nə gürcü dilini öyrənə bilmirsən, ümumi cəmdə məktəbi bitirdikdən sonra heç birinin, belə deyim, tədrisindən heç bir şey başa aça bilmirsən və ümumiyyətlə heç bir şey öyrənə bilmirsən. Bəzən bizdə, yəni əsasən də valideynlərdə belə bir yanılğı olur ki, əgər mən uşağımı gürcü dilli və yaxud da başqa bir dildə tədrisin tətbiq olunduğu bir məktəbə qoysam daha uğurlu olacaq. Nəinki Azərbaycan dili və yaxud da yəni azıqların dilində aparılan tədris olunan məktəbə ki, bu da yəni doğru olmadığını düşünürəm ki, bunun bir neçə uğursuz nəticələri ilə mən şəxsən müşahidə etmişəm. Ki, bunun səbəbi də bayaq dediyim kimi, əgər uşaq sadəcə məktəbdə gürcü dilini eşidirsə və o dildə ünsiyyətə girirsə ki, ola bilsin ki, əgər birbaşa qoyulubsa, ünsiyyətə girmədə də ciddi problemlər yaşasın ilk mərhələlərdə və evdə sadəcə ailə üzvləri ilə fərqli dildə, öz ana dilində ünsiyyətdə olursa da, bu onun üçün çox ciddi çətinliklər yaradacaq və onun fənləri mənimsəməsinə çox ciddi çətinliklər yaradacaq və yekunda yəni onun orta məktəb pilləsini uğurlu bir şəkildə bitirməsinə maneələr yaradacaq. Bəzən bunun təbii ki, istisna olan hallarda, istisnai hallarda uğurlu yəni misalları olur ki, bu da yəni müşahidə etdikdə, araşdırdıqda görürük ki, həmin uşağın və yaxud da ailənin yəni misal uşağın məktəbdən başqa əlavə qonşularında və yaxud dostlarında gürcücə bilən insanlar olub və onlarla ünsiyyətə girib daha məktəbə başlamadan və ona görə də bunun üçün hər hansı bir problem təşkil etməyib. Bir də ki, biz illərdir eşidirik, Təhsil Nazirliyi nə vaxt ərizə ilə müraciət edirsən, bir şey soruşursan ya bir şey tələb edirsən, eşidirik ki, reform aparırıq, reform gedir, etnik azlıqlar siyasətindən reformlar gedir. Bu reform gedirmi ümumiyyətlə? Gedirsə, səncə etnik azlıqlar, hansı ki, bu reformun bir parçası deyil, ümumiyyətlə gəlib fikrini soruşan yoxdur ki, sizin siyasətinizlə bağlı nə düşünürsən, nə qədər sağlam reform adlandıra bilərik bunu, hansı ki, 100 ildir gedir, amma ortaya bir şey çıxmır. Yəni, etnik azlıqların özü olmadan, etnik azlıqların təhsil sistemindən, təhsilinlə bağlı reformun aparılması nə qədər doğrudur səncə? Bəli, deməli, bu Təhsil Nazirliyinin sevdiyi bir sözdür, reform sözü. Yəni, davamlı şəkildə reformlar edirik, yeniliklər edirik deyirlər, lakin bu özünü harada bir üzə verir, necə əks etdirir özünü təhsil sistemində, bunu təəssüf görə bilmirik. Nə də ki, şagirdlərin, tələbələrin və yaxud da ki, ümumiyyətlə, uşaq bağçasında təhsil alan, məktəbə qədər təhsil alan uşaqların nəticələrində nətər özünü bir üzə verir, bunu görə bilmirik. Etnik azlıqlar baxımından da, yəni,
bu ümumidə belədir bu arada və etnik azıqları götürsək, bu daha da, yəni vəziyyət daha da pisdir. Yəni bu sözdə reformların nə qədər işə yaradığını görə bilmirik, təəssüflər olsun ki, hətta işə yaramadığını görürük demək olar ki. Və davamlı reform məsələsi də var. Məsəl üçün bizdə reform bir də Təhsil Nazirliyi ildə bir dəfə dəyişir. Biri gəlir, tutaq ki, bir reformu başlayır, axıra çıxmamış başqası gəlir, başqa reform başlayır, bu dəyişə-dəyişə gedir. Bu bir mövzu və bir digəri, tutaq ki, gəlir reform başlayır, bu reform həyata keçirilir, məktəblərə gedir, məktəbdə bu reformlar həyata keçirilməyə başlamamış, başqa bir reform başlayır. Yəni, reformun aparılmasının bir administrativ standartları, bir mütəmadiliyi yoxdur ümumiyyətlə. Bu, hər gələn ürəyi istədiyi kimi reform aparır. Yəni, bu reform siyasəti, məzmunu nazirdən nazirə görə dəyişirmi? Yəni, bu davamlı bir siyasət olmalı deyilmi bundan bağlı? Təbii ki, razıyam. Sənin layihən davamlı bir siyasət olmalıdır. Yəni mövcud, yəni ölkəmizin resurslarını nəzərə alsaq, yəni təhsilə ayıra biləcək resursları nəzərə alsaq, yəni hər gələn nazir ki, tez-tez olur bu nazir dəyişimi, fərqli bir reform etsə və daha əvvəlkinin etdiyi, başlatdığı reformları dayandırsa, bu təbii ki, yəni ciddi problem yaradır. İstənilən pillədə, universitet olsun, məktəb olsun, əsasən də məktəblərdə təbii ki. Çünki əgər bir reform güya başlanılıbsa, artıq bunun müəyyən addımlar atılıb və müəyyən bir prosedurlar başlanılıb. Misal, müəllimlərin hazırlanması, təlimlərin keçirilməsi və s. Sonra bunu dəyişdir, daha fərqli bir kriteriya tətbiq et və ona uyğun bir reform başlat. Bu təbii ki, onsuz da yəni məktəb sistemi yəni nə qədər yaxşı işləyir, sual altındadır və bu davamlı reformların da yəni başladılıb, yarımçıq qoyulub, sonra təkrardan başqasının başladılması məktəbləri, yəni onsuz da məhdud olan məktəb administrativ resursunun nə qədər yorduğunu bilirik. Zaten məktəb administrativ resursunun təkcə çox təəssüf ki, da sırf təhsil üçün yox da fərqli misal müxtəlif məqsədlər üçün, elə də ki, partiya məqsədlər üçün istifadə olunduğunu da bilirik və bu reformlarda bu məktəbdəki təhsil, yəni administrativ resursu yorub, onu daha da yəni keyfiyyətsiz hala gətirir təbii ki. Çox sağ ol Ruslan. Qısa formada cəmləşdirsək bizim bugünkü mövzumuzu. Bir təhsil siyasəti var, ancaq etnik azlıqlar bu siyasətin harasındadır bilmirik və bu siyasətin aparılması, işlənilməsi bağlı qapılar arxasında baş verir və biz etnik azlıqlar olaraq bu prosesin bir parçası deyilik. 100 ildir bir reform tutturub Təhsil Nazirliyi, ancaq bu reform gedirmi, getmirmi bilmirik. Çünki biz bu reformun parçası deyilik və bizim fikrimiz, ümumiyyətlə düşüncələrimiz sistem üçün maraqlı deyil və biz bu reformun bir parçası deyilik. Və bir ana dili mövzusu var, hansı ki, faktik olaraq dövlət dilini öyrənməyimiz bizim ana dilimizin xərcinə başa gəlir və biz nə ana dilini öyrənə bilmirik ümumicəmdə, nə dövlət dilini öyrənə bilmirik. Məktəbi bitirdiyimiz zaman artıq nə ana dilini bilirik, nə dövlət dilini bilirik. Ümumiyyətlə, sıfır dilindən belə deyim, həyatımıza təəssüf ki, davam edirik və bu işlənilən bir siyasət, hansı ki, sənin siyasətinə dərman olmalıdır, sənin gedişatına dərman olmalıdır, sənin üçün problemin həll yolu olmalıdır və sənin problemlərinə cavab olmalıdır. Təəssüflər olsun ki, biz bu reformun, bu siyasətin parçası deyilik. Çox sağ ol Ruslan. Salam platforması olaraq təhsil mövzusu ilə bağlı ictimai vəkillik kampaniyalarına və yüksək səslə bu mövzunu işləməyə davam edəcəyik və bu problemin həll olunmasını təbii ki, sadəcə etnik azlıqların düşüncəsinə və onların maraqlarına dayanan sistem və reformlar həll edə bilər.